Salam əziz və dəyərli tələbələr. Bugün sadəcə 4-cü mövzumuz kompüterin texniki təminatını keçirik. Yəni informatikanın ikinci bölməsidir. Siz bilirsiniz ki, informatikanın 3 dənə bölməsi var. Brainware, o alqoritmdə onun haqqında danışmışıq. İkinci bölmə hardware'dir. Bir də üçüncü bölməmiz var, software, proqram təminatı. Onun haqqında da geniş danışacağıq. Əslində mən bu mövzuda o qədər də izah edəcəyim bir şey yoxdur. Sadəcə olaraq mən sizə vacib nüansları deməliyəm. Deməli, texniki təminatdan bəhs edən bölmə dedik ki, hardware'dir. Yəni kompüterin struktur quruluşundan bəhs edir. Yəni sizin o kompüterlə bağlı gördüyünüz hər bir şey, monitoru, ekranı, nə bilim, mausu, adaptörü, hər bir şey texniki təminatdır. Onun texniki qurğularıdır. Demək, yadınızda saxlayın ki, dünyanın ilk kompüteri ENIAC olub. Bax, bu gördüyünüz kompüterdir. Bəli, kompüterə oxşamasa da dünyanın ilk kompüteri bu kompüterdir. Bunun tutumu 28 ton ağırlığında olubdur. Bir otaq həcmində olubdur dünyanın ilk kompüteri ENIAC. Sadəcə olaraq primitiv məsələləri hesablamaq üçün istifadə olunub. Bax, hesablamaq deyirəm. Deməli, ilk kompüterin iş prinsipi sadəcə və sadəcə hesablama prinsipi olubdur. Yəni, məsələn, tutalım 2 plus 2, nə bilim 3 plus 2, bu kimi sadə, bəsit riyazi əməliyyatları aparmaq üçün ilk dəfə ENIAC kompüteri yaradılıbdır. Və bundan sonra kompüterlər təkmilləşməyə getməmişdən qabaq bir uzun müddət bundan istifadə olunubdur. ENIAC-la bağlı bir şey deyim ki, 1940-cı illərdə təxminən 2-ci Dünya müharibəsi dövrlərində yaradılıbdır bu kompüterlər və çox primitiv kompüterlərdir dediyim kimi. Sonra keçirik nəyə? Kompüterin vacib sizin bilməli olduğunuz məsələ ilk dəfə kompüterin strukturunu, məsələn ENIAC-la daxil bütün kompüterlərin strukturunu verən John von Neumann'da. İndi siz bir çox adlar görəcəksiniz testlərdə. Onlar sizə lazım deyil. İlk dəfə Neumann kompüterin strukturunu veribdir. Birazdan haqqında danışacağıq. Neumannın 4 dənə prinsipi var. Neumannın strukturu var, Neumannın arxitekturası var. Yəni ilk dəfə dünyada kompüteri bu kişi yaradıbdır. Bugünkü gündə də nə qədər kompüter yaransa, hamısının belə deyək, banisi, əsas özəyi Neumanndır ki, ona əsaslanırlar. Deməli, yoldaşlar, sizin əsas diqqət edəcəyiniz məsələ, mən burada sarı xəttlərlə vermişəm. Bugünkü gündə biz ki, kompüterlər cibə sığacaq qədər bir ölçüyə gəlib düşüb. ENIAC-ı təsəvvür edin, bir də istifadə etdiyiniz telefonları təsəvvür edin. Onlar da bir kompüterdir, onlar da bir belə deyək, nanotexnologiyadır, müasir texnologiyalardır. Yəni ENIAC-dan bir otaqdan gəlib cibə sığışıbdırsa, deməli burada nəsə bir inkişaf var və daha çox funksionallığı artıbdır, daha çox funksiyası var müasir kompüterlərin. Nə səbəb olub buna? Nəsillərdən nəsilə keçməklə, yəni inkişaf etməklə günümüzə qədər gəlib bu ölçüdə və bu keyfiyyətdə kompüterlər yarıb çıxıb. Deməli deyəcəyik ki, kompüterlərin inkişafının əsas səbəbi onun element bazalarının dəyişməsidir. Element bazası nədir? Element bazası kompüterin ən kiçik mikrosxemi olub, kompüterin iş prinsipini tənzimləyən qurğudur. Deməli deyəcəyik ki, kompüterin inkişafına təkan verən onun element bazasının dəyişməsi olub. Yəni, qısa sözlə, bir sözlə, kompüterin inkişaf etməsində, nəsillərə bölünməsində element bazalar vacibdir. Deməli, bizim kompüterlərimizin 4 dənə nəsil var. Birinci nəsil, ikinci nəsil, üçüncü nəsil, dördüncü nəsil. Vacib qaydalardan biridir. ENIAC birinci nəsil kompüterlərdir, bayaq göstərdim. Və bayaqki bu kompüterlər ki var, bax bu ENIAC-lar. Böyütsən, biraz daha yaxından baxsasınız bu kompüterlərə, burada görərsiniz ki, xırda lampalar var, bax gördüyünüz kimi. Yəni biz onda nə deyə bilərik? Deyə bilərik ki, bu kompüterlərin, ENIAC tipli kompüterlərin iş prinsipini əsaslananlar lampalardır. Yəni onu işlədənlər, ən kiçik mikrosxemlər lampalar. Deyəcək ki, birinci nəsil kompüterlərdə element bazası nədir? Lampa. Bax, bu gördüyünüz lampalar. Birinci nəslə yazdıq. Lampa. Bunu əzbərləmək lazımdır. Bax, bunlardan təşkil olunubdur. Bunların verdiyi istilik enerjisi nəticəsində kompüter işləyibdir. Və yadınızda saxlayın ki, hər bir kompüterin element bazası ilə bərabər çox vacib bir məqam da var ki, onun yaddaşıdır. Yəni, element bazasından eyni adı çəkilən, bax, bu onun element bazası birinci nəslin. Bir də yaddaş qurğusu olan hər bir kompüterdə biz bunu deyəcəyik. İkinci nəsildə də bunu deyəcəyik, 3-də də, 4-də də deyəcəyik. Birinci nəsildə yaddaş qurğusu isə perfo kartlar olubdur. Demək ki, dənə element adı çəkəcəksiniz. Lampa bunun element bazasıdır. Perfo kart isə bunun yaddaş qurğusudur. İkinci,
nəslə keçirik. İkinci nəsil kompüterlərdə məsələ nədən ibarətdir? İkinci nəsillər artıq 1960-cı illəri əhatə elədi. Bayaq 1940-cı illər idi. İl ardıcılığı bizə lazım deyil, tarixi öyrənmirik. Sadəcə olaraq məntiqini tutmaq üçün deyirəm. 1960-cı illərdən etibarən ikinci nəsil kompüterlər yarandı. Deməli, ikinci nəsil nəyin səbəbinə yarandı? Element bazası dəyişikliyi oldu da. Bayaq da dedim. Kompüterin inkişaf etmək üçün onun element bazasında dəyişiklik eləmək lazımdır. Birinci nəsildə nə idi? Lampa. Artıq ikinci nəsildə tranzistor və ya yarım keçirici diodlardan istifadə olundu. O da nədir? Bax, bu gördüyünüz qurğulardan istifadə ikinci nəsil kompüterləri yaratdı. Deməli, deyəcək ki, ikinci nəslin element bazası nədir? Yarım keçiricilər. Yəni, bəzən buna tranzistor da deyirlər. Bir də diodlar. Bax, bunlar ikinci nəsil kompüterlərin element bazası oldu. Bəs yaddaş qurğusu nədir? Yaddaş qurğusu isə adlanır strimmer. Qabağından bizim istifadə edəcəyimiz termini yazıram. Strimmer çox qarşımıza çıxmayacaq. Maqnit lenti. Deməli, maqnit lenti bunun yaddaş qurğusu oldu. Element bazası nə oldu? Yarım keçirici diod. Deyəcəksiniz ki, müəllim, strimmer nədir? Perfokart nədir? Bunlar yaddaş qurğusudur. Strimmerin siz hamınız görmüsünüz. 2000 hardasa 7-dən qabaq, 2006-dan qabaqda olan uşaqların əksəriyyəti bunu görüblər. İndi düzdür, yoxdur bunlar. Demək olar çox dərəcəsindədir. Bax, bunun şəklini təxminən çəkirəm. Görmüş olarsınız bəlkə də. Belə bir lentlər var idi. Toy kasetləri, oxşatmadım. Toy kasetlər var idi. O vaxtların ata-analarımızın toyları falan çəkilir. Disklərdən qabaqçılar, DVD-lər pristavkalara qoyulub baxılırdı. Bax, onlar strimmerlərdir. Bəli, hamımız görmüşük. Eləcə də maqnitofonlara balaca 4 günc kasetlər olurdu. Bax, onların hamısı strimmerlərdir. İlk dəfə strimmer 1960-cı illərdə istifadə olunubdur. Yaddaş qurğusu kimi istifadə olunubdur. Və bu yaddaş haqqında birazdan danışacağım. Elə bir yaddaş olub ki, buna heç vaxt virus yoluxmayıb, amma çox keyfiyyətsizdir. Niyə? Çünki lentdir. Lent qırıldısa, lent itdisə, lentdən hansı bir pozulma oldusa, yaddaş sıradan çıxır. Deməli, birinci nəsildə yaddaş perfokartdır. Siz onu görməyibsiniz. Xırda-xırda deşikləri olan bir qurğudur, yaddaş qurğusudur. Çox keyfiyyətsiz bir yaddaş qurğusudur. Eləcə də strimmer. Strimmer də keyfiyyətsiz, informasiyanı itirən bir yaddaş qurğusu olubdur. Birinci nəsildən ikinci nəsildən fərqi cəhət nədir? Baxın, birinci nəsildə sadəcə deyirik, məsələn, 2 + 2-ni hesablayırdılarsa, artıq ikinci nəsildə tutamsiyehun sözünü yaza bilirlər. Yəni, ikinci nəsildə mətin əlavə olundu ora. İkinci nəsildə mətnlərdən, rəqəmlərlə yanaşı, eyni zamanda hərf şriftlərindən də istifadə olmağa başladı. 2. Alqoritmlərdən istifadə olmağa başladı. Alqoritmlar haqqında keçən dərsimizdə danışmışıq. Alqoritmik dillərdən istifadə olmağa başladı. Yaddaş qurğusu olaraq da dedik. Keçdik 3-cü nəslə. Deməli, 3-cü nəslin yaranması üçün nə lazımdır? Ümumiyyətlə, yeni bir nəslə keçmək üçün nəyi dəyişmək lazımdır? Bəli, element bazasını dəyişmək lazımdır. Deməli, biz 3-cü nəsildə yarım keçirici dioddan keçirik integral sxemə. Bax, birinci nəsildən ikinciyə keçəndə lampanı tranzistorla, diodla əvəz elədik. İkincidən də üçüncüyə keçəndə həmin o lampaları integral sxemlərlə əvəz edirik. Yəni, deyəcəyik ki, 3-cü nəsil kompüterlərdə artıq 1980-ci illərin və üzü 90-cı illərə qədər olan, hətta 2000-ci illərə qədər bundan istifadə olunubdur. Bu kompüterlərin element bazası integral sxemlər olmuşdur. İntegral sxemlər. Və yaddaş qurğusu kimi isə maqnit disklərindən istifadə edilmişdir. Maqnit diskdə nədir? Geniş birazdan danışacağım haqqında qısa məlumat verirəm. HDD, SSD bu kimi yaddaş qurğularından istifadə olunur. Deməli, 3-cü nəslin element bazası nə oldu? İntegral sxem, yaddaş qurğusu nə oldu? Maqnit diski olmuş oldu. Yoldaşlar, kompüter erasında 4-cü nəslə qədər ən böyük inkişaflar, partlayışlar buradadır, belə deyək. İntibah buradadır, yüksəliş buradadır 3-cü nəsil kompüterlərdə. Artıq 1980-ci illərə gəliblər, dünyanın müxtəlif yerlərində yeni kompüterlər istehsal olunur, hamısı da eyni bazaya əsaslanır, integral sxemlər. Burada nələr var? Bax, deməli, 3-cü nəslə qədər klaviatura yox imiş. Klaviatura. İlk dəfə 3-cü nəsildən etibarən istifadə olunur. Deməli, 3-cü nəslə qədər monitor yox imiş. Monitor yoxdur. 3-cü nəsildə gəlib. 3-cü nəslə qədər istifadə etdiyimiz o əməliyyat sistemləri ki var, əməliyyat sistemləri, onlar yoxdur. 3-cü nəsildə gəlibdir. 4-cü, proqramlar. Bax, proqram yoxdur. Bu 3-cü nəslə qədər proqram yoxdur. Sadəcə proqramsız işləyib kompüterlər. Amma 4-cüdən 3-cü nəsildən etibarən proqramlar oraya əlavə ediblər. Deməli, kompüterin sürəti 1 saniyədə 1 milyona yaxın, 1 milyon altına sıfırdır da, 1 milyon əməliyyat yerinə yetirə bilir. Görürsünüz nə boyda inkişaf var. Deməli, 3-cü nəsil kompüterlərdə
Çox böyük inkişaf var. Klaviatura var, monitor gəlib, əməliyyat sistemi gəlib. Yadımdan çıxmamış qeyd edirəm. İstifadə etdiyimiz mouse, mişka da deyirlər. Bax, o gəlibdi 3-cü nəsildə. Görürsünüz nə qədər inkişaf var. Deməli, bunlar da kifayət etmirdi kompüterlər. Artıq il gəlib olub 2000-ci illər. 2000-ci illərin başlanğıcında 3-cü nəsil kompüterlər təbii ki, o qədər də keyfiyyət göstərmirdi. Nəhayət 4-cü nəsil kompüterlər yarandı və 4-cü nəsillə bağlı hər il demək olar qəbula bir dənə sual düşür. 4-cü nəsillər bugünün kompüterləridir. Bugün bizim istifadə etdiyimiz, mənim hal-hazırda video çəkdiyim kompüter 4-cü nəsil kompüterlərdir. 4-cü nəsil kompüterlərdə nələr var? 3-dən 4-ə keçmək üçün ümumiyyətlə yeni bir nəsil yaratmaq üçün nəyi dəyişmək lazımdır? Bəli, element bazasını dəyişmək lazımdır. 3-cü nəsildə integral sxem idisə, 4-cü nəsildə bunun adına oxşar bir dənə element bazası var. Buna deyirlər BIS və CBIS. Deməli, böyük integral sxem, çox böyük integral sxem. Eləcə integral sxem qarışdırmayın. Eləcə integral sxem 3-cü nəsildədir. Böyük və çox böyük integral sxemlər isə 4-cü nəslin element bazaları olmuş olacaq. Yaddaş qurusu kimi isə 4-cü nəsildə dedik, biz CBIS bunun element bazasıdır. CBIS C ilə. Bir də bunun yaddaş qurusu isə maqnit nüvəsi olmuş olacaq. 4-cü nəsillə bağlı çox vacib bir özəllik deyirəm. 2024-cü ildə qəbul imtahanında istifadə olunmuşdur. Baba, bu hissə var. Fərdi kompüter. Mən ümumiyyətlə sarı rənglə vermişəm. Qəbulda düşən hissələri. Diqqət oraya yetirərsiniz. Yəni, bu kitabı oxuyan zaman. Fərdi kompüterlər burada yarandı. Deyəcəksiniz ki, fərdi kompüter nədir? Fərdi kompüterlər bugün bizim istifadə etdiyimiz notebooklardır, istifadə etdiyimiz telefonlardır, istifadə etdiyimiz o stol üstü personalni kompüterlər var. Onlardır. Onlar fərdi kompüterlər sayılır. Bəs buna qədər necə olubdur? Məsələn, 3-cü nəsildə. Bayaq ki, mən birinci sizə eynəkli göstərdimi? O stildə olubdur. Böyük bir otaqda fərdi şəkildə, kiməsə məxsus şəkildə yox, ümumi şirkətəmi, ümumi nəsə bir müəssisəyəmi aid olan şəkildə hər kəsin istifadə etdiyi bir kompüter olub. 3-cü nəsilə qədər, 3-cü nəsildə daxil olmaqla. Amma 4-dən fərdiləşdi. Hərəsinin öz mexanizmasını qurdular, fərdi kompüterlər yarandılar. Fərdi kompüter neçənci nəsildir? 4-cü nəsildir. Çox vacib bir qızıl qaydadır. Sonra yoldaşlar, məsələn, bizdə imtahana düşsə ki, kompüterin hansı nəsilləri var? Deməli, 1-ci, 2-ci, 3-cü və 4-cü və salam. Bunu qeyd edirsiniz. Amma yaddaşınızın bir qanında da saxlayın ki, bugün 5-ci və 6-cı nəsil kompüterlərdə inkişaf etməkdədir. Bunun ən bariz nümunəsi ChatGPT. Bunu yazdım sadəcə olaraq. ChatGPT və digər süni intellekt vasitələri. Bunlar 5-ci və 6-cı kompüterlər, bəzən buna nanotexnologiyalar da deyirlər. Bax, bunlar var bu günümüzdə. Yəni, qarşımıza çıxır da, süni intellekt vasitələrindən biz də istifadə edirik. Deməli, bunlar var. Amma biz onların sxemasını bilirik, element bazasını bilirik, bilmirik. Onlardan hansı yaddaşdan istifadə olunur, bilirik, bilmirik. İş prinsipini öyrənə bilirik, bilmirik. Deməli, biz bunlardan informatikada adını çəkməyəcəyik. Sadəcə olaraq bilirik ki, bunlar da var. Bunlar kompüterlərimizin nəsli, ümumilikdə 4 dənə kompüterimizin nəsli oldu. Bayaq mən sizə Neyman kişinin adını çəkdim. Neyman kim olmuşdu? John von Neumann. Amerikan alimi olub bu Neyman kişi. Dünyanın ilk kompüterinin yaradıcısı hesab olunur. Və desələr ki, Neymannla bağlı hansı terminlər var? 2 dənə termin var. Biri struktur, kompüterin strukturu, bəzən Neyman strukturu da deyirlər. Bir də arxitektura. Bax, tələbələr tərəfindən çox vaxt bu hissədə bilmirəm niyə, amma qarışdırılır. Çox sadə bir məntiq var. Strukturla arxitektura başqa-başqa şeylərdir. Bax, struktur deyirəm. Bunun məntiqini deyim, özünüz başa düşün. Bu dəqiqə hal-hazırda olduğumuz yer. Siz bu dəqiqə oturub sansibir otaqda. Deyirəm, oranın strukturu necədir? Nə ağlınıza gəlir? Struktur, yəni xarici quruluşdur da. Məsələn, mən təsvir edirəm olduğum yeri. Kvadrat formadadır, taxta ilə əhatə olunubdur, nə bilim, döşəməsi belədir, tavanı belədir. Mən nə deyirəm sizə? Strukturunu deyirəm. Yəni, gözümlə gördüyüm şey deyirəm. Bu strukturdur. Yəni, tərkib hissəsidir. Bir də var arxitektura. Deyirəm ki, yoldaşlar, olduğunuz otaq hansı qaydalara əsaslanıb tikilib? Yəni, otağı tikən zaman hansı simitdən istifadə ediblər, hansı tutarma alətlərdən istifadə ediblər, nə varıblar, nə şükürlər. Görürsən, mən onun mexanizmasını, tərkibini, yaradılma sistemini soruşuramsa, arxitekturadır. Yox, mən onun sadəcə kənardan gözünüzlə gördüyünü soruşuramsa, strukturdur. Neyman da bunun ikisini də veribdir. Yəni, kompüterin həm strukturunu veribdir Neyman, həm də arxitekturasını veribdir. Deməli, Neymanın arxitekturası bizim üçün çox vacibdir. Bax, bayaq mən dərsin başlanğıcında da dedim ki, bugün fərqi yoxdur, istəyirsən bir 100 il sonra da olsa, 2100 neçənci illər olsa da, Neymanın arxitekturasına əsaslanmadan kompüter yaratmaq olmaz. Çünki Neyman 4 dənə bizə vacib qayda verib ki, bu qaydadan kənara çıxmaqla kompüter yarada
bilmərik. Deməli, Neyman birinci deyir ki, kompüter proqramla idarə olunmalıdır. Doğru deyir də. Yəni bir kompüter təsəvvür edin. Sadəcə monitor var, klaviaturası var. Proqram olmasa onu bizim nəyimizə gərəkdir? Deməli, bu haqlıdır. Proqram lazımdır. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malikdir. Yaddaş da bir ölçülü və xəttidir. Tamamilə doğrudur. Yaddaşda telefonu təsəvvür edə bilərsiniz. O da bir kompüterdir. Yox, yaddaş olmalıdır. Birinci gedən kimi soruşuruq ki, 64-dür, 128-dir. İndi 64 128-ə baxan yoxdur. 256 512 axtarırlar gənclər. Deməli, yaddaşa birinci yaddaş deyək ki, yaddaş önəmlidir. O yüzden bu yaddaş ardıcıl olmalıdır. Vahid yaddaşa malik olmalıdır. Bir ölçülü, yəni o bir ölçü bayaq 256 512 söhbəti. Və xətti olmalıdır, yəni istiqamətlənmiş olmalıdır. Deməli, haqlıdır. Yaddaşsız heç kim kompüter almaz. Yaddaş lazımdır. Sonra əmrlərlə verilənlər arasında aşkar bir fərq yoxdur. Bu nəzəri bir cümlədir. Əzbərləmək lazımdır. Yəni sən əmr verirsənsə, deməli bu həm də veriləndir. Mən sizə birinci dərsdə informatikanın əsas anlayışlarında keçəndə demişdim ki, verilən ilkin informasiyanın ilkin versiyasıdır. Həmçinin verilən əmrdir. Əmr veriləndir. Bunlar arasında heç bir fərq yoxdur. 4. Verilənin təyin edilməsi apparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Bəli. Bax mən tutalım ki, verilən deyirəm bir dənə sizə. Verilənin mənası olmamalıdır. Yəni verilənin mənasının olmaq şərt deyil. Tutalım mən hal-hazırda danışıram, məlumat kompüterə ötürürəm. Mən kompüterin qurğusuna 100 ötürüm bunu. Bax, klaviaturasına üzümü tutum danışım, monitoruna üzümü tutum danışım. Bunun proqramı olmasa, bu məni məlumatlarımı informasiya çevirər? Yox. Nə deyir? Onda Neyman tamamilə haqlıdır da. Verilənin təyin edilməsi apparat səviyyəsində yox. Yəni orada klaviaturanın, monitorun önəmi yoxdur. Proqram səviyyəsində tamamilə haqlıdır. Proqram olmasa mən burada 100 dəfə özümü öldürüm danışım. Proqram olmasa yazacaq yaddaşa, yazmayacaq. Deməli proqram səviyyəsində aparılmalı. 4 dənə qayda əzbərləyək. Bu çox vacibdir, imtahana düşə bilər. Proqramla idarə olunan avtomatdır. Yaddaşa malik olmalıdır. Əmrlə verilənlər arasında fərq yoxdur və verilənlər təyin edilməsi proqram səviyyəsində aparılır. Neymanın strukturu. Bu arxitekturu idi. İndi struktur. Struktur nədir yoldaşlar? Neymanın strukturuna görə kompüterin iki hissəsi var. Mərkəzi hissə, periferik hissə. Periferik hissə. Mərkəzi sözü sizə tanışdır. Periferik sözünü tanış olmaya bilər, amma bu sözdən əvəz eləsək, xarici hissə sizə tanış olar. Nə deməkdir yoldaşlar? Mən sizə sual verirəm, sözünüzü təsəvvürünüzdə bunu canlandırın. Məsələn deyirəm, klaviatura sizcə xarici hissə olar, mərkəzi hissə olar. Deyəcəksiniz ki, xarici olar. Niyə? Çünki biz onu gözlə görürük. Gözlə gördüklərimiz xarici hissələrdir. Məsələn deyirəm, mikroprosesor, ROM, RAM. Bunlar görürsünüz, görmürsünüz. Bunlar gözlə görünmür, amma mərkəzdə yerləşirlər. Bunlar çox vacib hissələrdir. Mərkəzdə də iki hissədən ibarətdir. Mikroprosesor var orada. Bir də yaddaş qurğuları var. Birazdan danışacağım onlar haqqında da. Deməli, Neyman strukturuna görə kompüter mərkəzi hissəyə bölünür, periferik hissəyə bölünür. Bunların bir-birinə əlaqəsi varmı? Bir özümüz məntiqimizə əsaslanır, təbii ki var. Onsuz olarmı heç? Bax, məsələn, bu kompüterin mərkəzində olan qurğular olmasa, periferik qurğu işləyər. Yəni, klaviatura işləyərmi? İşləməz. Məsələn, bu monitorun içindən o RAM-la, yaddaşlardan buna informasiya ötürülməsə, bunun xarici qurğusu işləyər, işləməz. Eləcə də bunun xarici qurğuları olmasa, daxilindəki nə ehtiyac var? Deməli, bunlar bir-birindən çox bağlı, sıx surətdə əlaqəlidir. Deməli, bunları bir-birindən əlaqələndirən hissə isə sistem interfeysi deyirlər. Sistem interfeysi. Bax, qəbul sualı olubdur. Interfeysi. Sistem interfeysi nədir? Sistem interfeysi kompüterin xaricini və daxilini bir-birindən əlaqələndirən bir sxemadır. Bu qədər. Keçdik. Bunlar haqqında bunları öyrənmək lazımdır. Bir dənə onlar çox deyiləcək bir şey deyil. İmtahana düşmüş məqam 2025-ci ilin birinci şans imtahanında. Kompüterin təsnifatı. Kompüterin bax biz bir neçə cəhətə görə təsnif edəcəyik. Təyinat birinci yerə gəlir təyinatına görə və işləmə prinsipinə görə, bir də ölçüsünə görə. 3 yerə görə kompüteri 3 cəhətə görə təsnif edirik. İşləmə prinsiplərində yəni analog, rəqəmsal, hibrid əzbərləmək lazımdır. Bir də EHM-lər var, elektron hesablama maşınları. Bunlar eyni zamanda bunların ümumi adını da demək olar. Analog, rəqəmsal, hibrid olaraq əzbərin getsin. Orada elə o qədər vacib bir şey yoxdur, əsas təyinatına görədir. Bax, kompüter təyinatına görə nə deməkdir? Məsələn, kompüter yaradan hər hansı bir şirkət. Tutal mən Lenovo şirkətinin kompüterini istifadə edirəm, söz gəlimi deyirəm. Bu kompüter yaradanda bu mütəxəssislər nəzərə alır ki, bunu işlədən şəxs nəyə işlədəcək bunu? Hansı sahə üzrə işlədə bilər? Yəni, hər bir kompüter öz bir çərçivəsi var. Məsələn, sizə mən deyim, beyninizdə canlandırın. Məsələn, Bayraqdar TB2 pasını yaratmaq üçün mənim bu Lenovo kompüterim bunun üçün ötəsindən gələ bilər? Yox. Deməli, onun üçün ayrı bir kompüter lazımdır. Onun funksiyası ayrı olmalıdır. Onun təyinatı ayrı olmalıdır.
Məsələn, başqa birini deyim. Tutalım robot yaratmaq üçün, tutalım gəmi qarmada, maşın qarmada və s. və ilə axır. Onlar bu bizim adi gördüyümüz, biz aşağı təbəqə insanların gördüyü kompüterlərlə bir deyil. Deməli, kompüterlərin təyinatı fərqlidir. Kompüter yaradan şirkət onu təyinat qoyur. Bu iş üçündür. Bizim istifadə etdiyimiz universaldır. Yəni riyaziyyat üçün, iqtisadiyyat üçün, mühəndislik, texnika üçün, adi məsələlər üçün, gündəlik həyat üçün. Bunlar nədir? Universallar var, problem yönlülər var. Məsələn, problem yönlülər nədir? Problem yönü konkret bunun qarşısında bir dənə məqsəd var. Müəyyən iş əldə etməlidir. Məsələn, informasiyanı ötürmək üçün biz buna qısaca ateist deyirik. Ondan sonra zavodları idarə etmək üçün, qeydiyyat üçün, emal üçün. Bax, bunlar emallar həm də o zavodlarda olan o qurğular var. Onlar həm özləri bir kompüterdir də, bir sxemaya əsaslanır. Onların da beyni var. Deməli, onlar problem yönüdür. Müəyyən bir işin öhdəsindən gəlmək üçündür. İxtisaslaşdırılmış kompüterlər var. İxtisaslaşdırılmış kompüterlər yəni o deməkdir ki, bunlar da özləri mütəxəssisdirlər. Bunların özləri iş həyata keçirir. Məsələn, aviasiya, bayaq dediyim, maşın qayırma, robotexnika. Deməli, təyinatına görə bunun işləri növü var. Universal, problem yönlü və ixtisaslaşdırılmış. Qutarı getdi. Məsələlərdən, vacib məsələlərdən biri də nədir? Ölçüsünə görə təsnifat qəbulda dəfələrlə istifadə olunubdur. Kompüterin ölçüsünə görə 5 dənə növ var. Yəni ölçüsünə görə nə deməkdir? Super kompüterlər, çox böyük kompüterlər, bayaq adını çəkdiyim ENIAC buna nümunədir. Bir tərs mütənasiblik var. Ölçü böyüdükcə, ölçü çox olduqca iş azalır. Bax. Yəni bunun super kompüter olmağı sən alına gətirmək ki, bu super kompüterdirsə, deməli bunda hər bir şey var. Yox, tərsi nədir? Super kompüter olmağı o deməkdir ki, yəni bu ölçü cəhət çox böyükdür, çox superdir. Yəni o demir ki, bunun keyfiyyəti superdir. O mənada demir. Super kompüter yəni ölçü böyük. ENIAC göstərdim də 28 ton ağırlığı var. Sadəcə olaraq 2 + 2 üçündür. Sadə bir məsələ üçündür. Bu nə superdir? Ölçüsü superdir bunun. Çox böyükdür. Böyük kompüterlər, mainframelər, ikinci nəsil kompüterlər və bəzən qarışdırırlar. Super sözünü mainframe ilə əlaqə edirlər. Yanlışdır, xətadır. Mainframe böyük kompüterlərin adıdır. Orta kompüterlər üçüncü nəsil kompüterlərdir. Mini kompüterlər dördüncü nəsil, mikro kompüter yenə dördüncü nəsil. Deməli 5 dənə ölçüsü var. Qabarit ölçüsünə görə. Super, böyük, orta, mini, mikro. Bax, biri var. O ölçüdə ola kompüter. ENIAC məsələn. Biri var, bu ölçüdə ola, bu böyükdür. Biri var, orta ölçüdə ola. Biri var mini, bir də var mikro. Bax, bu deməkdir ölçüsünə görə. Yaxşı, bunu qatma. Bunu qatma. O başqa universalla bunu falan qatıb olmaz. Bu ölçüyə görədir. Xarakteristikalar asan bir şeylərdir. Kompüterin xarakteristikası işləmə sürəti, məhsuldarlıq, yaddaş tutma, hesablama dəqiqliyi, əmrlər sistemi, kompüterin qiyməti, iş etibarlığı, fərdi o başqa şey. Kompüterin iş etibarlığı nədir? Kompüterin iş etibarlığı bunların hamısından asılıdır. Qiymət də hamısından asılıdır. Bunları əzbərləmək lazımdır. Sadəcə olaraq burada bəzi şeylərin altına qırmızı xətt çəkirəm və özüm deyirəm. Testlərdə qabağınıza çıxacaq. Vahid zamanda emal olunan məsələlərin orta sayı məhsuldarlıqdır. Hesablama dəqiqliyi istifadə olunan mərtəbələrin sayıdır. İşləmə sürəti vahid zamanda yeni etilən sadə əməliyyatların sayı. Bax, vahid zaman söhbətini burada da görəcəksin məhsuldarlıqda. Vahid zamanda məsələnin sayı məhsuldur. Vahid zamanda yeni etilən əməliyyatların sayı isə onun işləmə sürətidir. Bunu əzbərində yaxşı saxla. Gəldik fərdi kompüter anlayışına. Fərdi kompüterlə bağlı bayaq mən sizə dedim. Fərdi kompüter neçənci nəsillərin kompüteridir? 4-cü nəsillərin. Ona qədər fərdi kompüter söhbətini yığışdır. Yoxdur ondan qabaq fərdi kompüter. 4-cü nəsillərdən, yəni təxminən 2000-ci illərdən bəri fərdi kompüter var. Fərdi kompüter nədir? Göstərim. Budur. Görmüsən bunu? Əlbəttə görmüsən. Fərdi kompüterlər bunlardır. Stolüstü kompüter. Bax, fərdi kompüterin, bax burada gördüyün 4 dənə qurğusu ki var. Bu fərdi kompüter yaradır. Bax, fərdi kompüterin desək ki, əsas hissələr nədir? Gözün qabağına bunu gətir. Bu nədir? Monitor. Deməli, vacib hissələrdən biri fərdi kompüterdə monitordur. Bu, sistem blok. Görmüş olarsan. Sistem bloku. Bu nədir? Klaviaturadır. Klaviatura. Bəzi testlərdə götürürlər, bəzi testlərdə götürmürlər. Amma dimin bazasında, dimin suallarında, materialında mausu da əsas qurğu kimi götürürlər. Niyə? Niyəsini mən sizə deyim. Baxın, stolüstü kompüterləri yəqin ki, görmüsünüz. İşlədənləriniz az olsa da görənləriniz çox olar. Heç görmüsünüz, orada barmaqla işləmək yeri olsun. Yəni, o notebooklarda falan bu hissədə olur, barmaqla işlədirsiniz. Bunlarda yoxdur. Bunları hərəkət etdirmək üçün mouse lazımdır. İş fərdi kompüterdə notebook, o bizim o rahatca istifadə edildiyimiz notebooklar olmuyor. Bu personal stolüstü kompüterlər olubdur. Bunlar üçün də vacib olan nədir? Mousedur. Deməli, mouse vacib bir qurğudur. Sistem bloku vacib bir qurğudur. Monitor, klaviatura vacib bir qurğudur. Deməli, 4 dənə əsas hissəmiz var. Fərdi kompüterdə monitor,
sistem blok, klaviatura və mouse. Bunlar vacib. Bunları yanınızda saxlayın. Sonra keçirik. Bu da fərdi kompüterin növləridir. Notebooklardır, subnotebooklar. Bunlar eyni şeylərdir. Qarışdırmayın və fərqi nədir deyəcəksiniz. Məsələn, mən sizə bunu lord dilinə belə izah edeyim. Həmişə belə izah eləmişim. Bax, var bakalavr. Bir də var subbakalavr. Universitet oxuyan vaxtı bunların nəsə bir-birindən fərqi olur. Məsələn, birinə tutalım B yazırlar, birinə yazırlar. Yox. Hamısı eyni olur da, eyni səlahiyyət daşıyır. Eyni dərs keçilir. Bunlar da eyni şeylərdir. Notebook, subnotebook. Fərqli cəhəti odur ki, subnotebook, bax məsələn, bakalavrın adı yüksəkdir. Yəni birbaşa universitetə qəbul olub. Diplomu bakalavr diplomudur. Amma subbakalavr ondan birazca, yəni diplomunun sözlü keçərliyi daha az olanlardır. Kollec, sonra universitet gedir də. Eyni şeydir. Subnotebook eyni funksiyanı icra eləsə də, bunun sözü buna nisbətən daha azdır, daha az istifadə olunandır və funksiyaları biraz daha azdır. Ölçüsü də balacadır. Məsələn, subnotebook, notebookun fərqi ilə o qədər bir şey deyil. Planşet, hamımız istifadə eləmişik, eləməyənlərimiz də görmüşük. Smartfonlar və iPhone'lar. iPhone'lar hal-hazırda 18 çıxacaq bu gün sabah. Bunlar da kompüterlərdir. Kompüterin ilk nümayəndələri, kommunikatorlar. O, yəqin ki, yanınıza gələr. 2000-ci illərin əvvəli təvəllüddə olan şəxslərin alına gələr. O vaxt çəkmi belə telefonlar var idi. Gedirdin, barmağını gördün, çəkirdin, belə fırlayırdın, zəng eləyirdin. Onlar kommunikatorlar, telefonun iç növləridir. Sonradan müxtəlif növlər çıxdı. Parabonlar, həm bunlar printerlərdir, həm də kompüterlərdir. Müəyyən funksiyanı icra edirlər. Başlayaq fərdi kompüterin tərkib hissəsindən. Burada 3 əsas tərkib hissəsi yazmışıq. Əslində bu 4 əsas tərkib hissəsi var. Dördüncü də nə oldu? Mouse oldu. Sistem blok. Sistem blok bir dənə qutudur. Yəqin ki, bunu görmüş olarsınız. Bu sistem blok olmasa, o stol üstü kompüterlər işləyə bilməz. Notebookların o qədər də önəmli deyil, çünki notebookların sistem bloku öz içindədir. Amma o digərlər ki var, o stol üstü kompüterlər var, onlarda sistem blokunun olması şərtdir. Bunun 2 dənə tərkib hissəsi var bu sistem blokun. Biri bunun daxilidir, biri bunun xaricidir. Bax, xaricində nələr var? Kompüteri yandırıb söndürmək düyməsi, diski taxmaq hissəsi, disk sürücüsü də deyirlər buna. Disk sürücüsü, yəni diski taxıb içəri daxiləyib çıxardan. Bunlar da portlardır. Birazdan port haqqında mən sizə danışacağım. Burada da bir dənə reset düyməsi, yenidən başlat düyməsi var. Bu bunun xarici. Bəs daxilində nələr var? Daxilində 3 dənə vacib qurğu var. Qida bloku, ikinci anakart, anakartı, üçüncüsü də yaddaş, HDD. Bunun daxilində, HDD təzələrində DSS-dir. Bax, bunun daxilində 3 dənə qrup var. Qida blok, anakartı, HDD. Bax, testlərdə səni aldadacaq. Deyəcək ki, anakartı, qida blokunun üstündə anakart yerləşir. Xeyr, qida bloku ayrı adamdır, anakart ayrı adamdır. Deyəcək ki, anakartın üstündə HDD yerləşir. Yalan deyil. Anakartda HDD də anakartla eyni funksiyana daşıyır. Sistem blokunun içində ayrıca bir yeri var. Yəni, bunların heç biri bir-birinin üstündə deyil. Qida bloku da tamam ayrı bir qurğudur. Qida bloku budur. Bunu yəqin ki, görməyibsən, çünki sistem blokunu açıb baxmayıbsən içini, amma mən onları bir-bir açıb baxmışam maraqdan ötürü. Sistem blokunun içində olan bu qida bloku, yəni belə deyək, kompüteri qidalandırır. O stol üstü kompüterləri qidalandırır. Yəni, kompüterin qidası nədir? Elektrikdir. Deməli, qida bloku nə iş görür? Elektriyi paylayır. Elektriyin paylanması. İşini həyata keçirir. Burada bir dənə qurğu var. Bunun adına deyirlər cooler. Bu cooler deməli, temperaturu tənzimləyir. O notebooklarda falan da olar. İşə salanda görsənib, önündə bir ventilyator, pər fırlanır. O budur bax. Yəni, orada artıq temperaturu tənzimləmək üçün istifadə olunan bir qurğudur. Ana plata çox vacib və çox lazımlı bir qurğudur. Ana plata olmadan kompüteri işləmək, kompüterin idarə etmək mümkün deyil. Ana plata kompüterin beynidir. Ana plata kompüterin özəyidir. Gör nə qədər şey sadaladım. Deməli, bunlarsız ana platanın olmadan kompüterin işləməyi mümkünsüzdür. Burada bəzi vacib detallar var. Mən onlar haqqında sizə qısa məlumat vereyim. Deyəcəyim hissələr çoxdur. Bax, bu hissə var. Bax, bu hissə. Qələm rəngi nə dəyişmədi? Dəyişək. Aha, bax, bu hissək var. Bunun adı adlanır CPU və yaxud da sizin eşitdiyiniz ad mikroprosesor. İkisini də adı yadınızda saxlayın. Bu CPU var ha, bax bu CPU-lu. Bu kompüterin beynidir. Bu olmadan kompüter işləyə bilməz. Bax, buradakı qurğular nə qədər vacibdirsə, bunun hamısı bundan asılıdır. Bax, bu gördüklərim var, birazdan deyəcəm olan hamısına. Bax, bu olmasa, olan heç bir işləyə bilməz. Ona görə kompüterin ən xırda, ən vacib detalı mikroprosesor.
mikroprosesorsuz işləmək mümkün deyil. Sonra bax bu gördüyünüz uzun zavodlara oxşayanlar, bunlar nədir? Bunlar sizə tanış adlardır. RAM eşitmiş olarsınız. ROM eşitmiş olarsınız. ROM-u bəlkə də çox nadir eşidərsiniz, amma RAM telefon alanda birinci indiki cavanların sözü. RAM-ı neçədir? RAM-ı neçədir deyir. RAM bax budur bax. Biraz da mahiyyətini izah edəcəm. Bax bunun 2 dənəsi RAM-dır. Bu yerdə qalan 3 dənəsi də ROM-dur. Bunun üstə yerləşir. Port. Kompüter işlədənlər görmüş olar. Kompüterin böyründə, sağ-sol böyründə, bəzilərində də üst tərəfində olur. Yəni monitorun arxa tərəfində də olanlar var köhnə versiyalarda. Xarici yuvaları qoşmaq üçün, xarici qurğuları qoşmaq üçün istifadə olunan bir, belə deyək, yuvalardır. Bunlar, bax bu silindr olanlar nələrdir? Bunlar da takt impulslar generatorlarıdır. Generator, yəni bax bu bayaqki haqqında danışdığımız qida blokuna gələn enerjini bu qurğuların hər birinə lazımi cəhətdən, lazımi qədəri ilə paylayır. Bu da bizim anakartımız. Burada hər biri haqqında məlumat verilibdir. Mikroprosesordur. Bunların hamısını öyrənmək lazımdır. Portlar. Burada vacib bəzi məqamı deyim sizə. Port dedik nədir? Xarici qurğular qoşan yuvalardır. Portun vacib növləri. PS bölünsün 2. Bu qələmlə yazım. Qara qələmlə yazım. Deməli, PS bölünsün 2. Bunun 2 dənə növü var. Deməli, yaşıl. Bunu burada yine qəşəng rəhbərək yazdım ki, gözünüzün qabağında saxlayın. Yaşıl. Biri də narıncı hansı nəkdir? Narıncı da budur deyəsən. Səhv yaza bilərəm rəngi. Bənövşəyi. Bənövşəyi. Narıncı da yox, bənövşəyi. Bax, yaşıl rəngdə olan PS bölünsün 2-nin yaşıl rəngdəsi mouse'u qoşur. Mouse. Bənövşəyi rəngdə olanı klaviaturanı qoşur. Klaviatura. Burada da verilib bax. PS bölünsün görürsən, bənövşəyi rəngdədir. Bu klaviatura üçündür. Yaşıl rəngdəsi olan nədir? Mouse üçündür. Sonra məşhur port var. Bir dənə çox məşhur port var. USB. O məşhuru bunun adına da gəlib çıxıb. Universal. USB elə bir portdur ki, istənilən qurğu USB vasitəsilə qoşula bilər. USB vasitəsilə təsəvvür edin 127 qurğu qoşa bilərsiniz. Görün nə deməkdir? 127 qurğu qoşa bilərsiniz. Universal portdur. İstənilən qurğu qoşula bilər. Yəni heç bir məhdudiyyət yoxdur. Sonra USB də bax budur. Bax görüm göstərim sizə USB. Bax bu bax. Bunlar USB-lərdir. Bunlar USB-lərdir. USB daha çox olur da kompüterdə. Və sənin gördüyün məşhur portlardan biri. Universitetdə əgər internet sistemi varsa universitetlərinizdə, oxuduğunuz universitetlərdə bax bunlar. İnternet, divardan qoşulan internet portu. Bunun elmi adı indi biləcəksən ki, ERC45-dir. Yəni interneti qoşmaq üçün istifadə olunan port. Yazıram ERC45 internet portudur. Sonra bunu da görmüş olarsan. Bu portun adı VGA portudur. VGA portu proyektor qoşmaq üçündür. Eyni zamanda HDMI portu var. Görün bu deyir burada HDMI portu var. Bu da proyektor qoşmaq üçün istifadə olunan bir yuvadır. Sonra bunlar kolonkalar qoşmaq üçün olanlar və yaxud da nalışdiki falan qoşmaq üçün istifadə olunan yuvalar. Bir sözlə AX portu. Bunlar sənin burada gördüklərin. Bir də imtahana düşəcək vacib bir məqamı deyim sizə. Bir neçə port var. Məsələn, COM portu var. Bu çox az kompüterdə olur. Və deməli, LPT portu var. Bunu qarışdırma. Bu çox vacib bir məqamdır. Bax, buraya yazıram. LPT-nin adında P hərfi var. Düzdür? LPT-də P hərfi var. Printer-də P ilə başlayır. Printer-də P ilə başlayır. Deməli, printer LPT ilə qoşulur. Və LPT-də P hərfi var. Paralel sözündə də P hərfi var. Paralel. Deməli, LPT paralel portdur. Printeri qoşur. Necə dedik? LPT paralel portdur. Printeri qoşur. Bu deyil. Paralel portdur. Əsasən printeri, bəzən də skanneri qoşmuş olur. Anakarta qoşur. Sonra COM. COM-a elə bir xüsusi bir şey yoxdur ki, buna cəhətə əzbərləyək deyək ki, məsələn, LPT-də P ilə yadda saxlayır. Yadda saxla ki, COM ardıcıl portdur. Məsələn. 923 kontaktlı ardıcıl portdur. Modemi, mouse'u, bir də FreeWire qurğularını qoşmaq üçün, yəni oyun qurğularını qoşmaq üçün istifadə olunur. Bu sənin portların. Və burada çox vacib bir məqam var, onu deyim. Kontroller nədir? Bax, kontroller, türklərdə belə bir söz var, kontrol sözü, kontrol etmək. Nə deməkdir o? Fikirləşdiniz? Deyim. Kontrol, yəni, nəyisə nəzarətdən keçirmək. Düzdür? Bax, bu qurğular, məsələn, tutalım, istənilən ağzımıza gələn qurğunu kompüterin anakartına qoşaq. Öz başına qoşa bilərmi biz onu? Qoşamarıq. Kompüterin anakartının üstündə kontroller adlanan, bax belə düzgün formasında bir dənə qurğu var. Xarici qurğuların
Fikir ver. Xarici qurğuların işini idarə edən mikrosxemdir. Yəni ağzına gələn hər qurğunu qoşanmazsan. Əgər o qurğu zərərlidirsə, anakarta ziyan vurmasın deyə kontroller onun qarşısını alır. Deməli, kontroller xarici qurğular anakarta qoşan zaman bizim bir orada polisimizdir, yoxlayır. Burada bir dənə vacib bir imtahan sualını deyirəm. Qulağınızı açın, dəqiq qulaq asın. Deməli, xarici qurğunun işini idarə edən, bax, bu hissəyə qədər ayırdıq. Mikrosxemdir desə, kontrollerdir. Tamam, okey. Mikrosxem qurğu deməkdir. Bəzən, bax, bu hissəni verməyəcəksə, testdə qabağınıza çıxacaq. 2021-ci ildən bəri 4 dəfə imtahanda istifadə olunubdur. Dövlət sınavında daxil olmaqla. Xarici qurğunun işini idarə edən, bax, burada mikrosxem əvəzinə proqram sözünü görsən, yadında saxla ki, cavabın driverdir. Bax, eyni məntiqdir. Xarici qurğunun işini idarə edən proqram nədir? Driverdir. Bax, proqram deyirəm, ha, qurğu demirəm. Desək ki, qurğu onda nə olacaq? Kontroller olacaq. Bunu çox diqqətlə yanda saxla. Keçirik ikinci vacib qurğumuz olan klaviatur haqqında. Klaviaturanı yəqin ki, görmüsünüz. Notebookları olanlar, eyni zamanda stolsuz kompüterləri olanlar da yəqin ki, varınızda, aranızda. Onlar klaviaturadan istifadə edirlər. Eləcə də bütün günü səhərdən axşama qədər WhatsApp-da yatıb qalxanlar, çak-çak mesaj yazanlar klaviatura ilə tanışdılar. Klaviatura nə iş görür? Klaviatura fərdi kompüterin ikinci əsas qurğusudur. Klaviatura olmadan stolsuz kompüter işləyə bilməz. Klaviaturanın üzərində siz sahibsiniz, amma sayanlar sahib ki 104-105 dənə düymə var. 104-105 düymənin hamısı eyni işimi görür? Təbii ki, xeyr. Bu 104-105 düymədə bəzi düymələri biz yenə deyirəm, vacib olaraq bilməliyik, hansı ki 2025-ci ildə hər iki imtahanda bu düymələrdən sual düşmüşdür. Məsələn, başlayaq F1-dən F12-yə qədər. Bax, bu hissələrin baş hərfi F ilə yanınızda saxlayın funksional düymələrdir. Funksional. Müxtəlif funksiyaları icra edirlər. Sonra, bax, bu hissə ki var, bax, bu hərflər olan hissə, bax, bunları burada ayrıca edin. Bax, bir də bax, bu hissə. Hərf rəqəm gedir buranın adı. Hərf, rəqəm düymələri. Sonra burada, qoy buradan göstərim. Bax, bu hissə ki var, bu ayırıram beləcə, bu formada. Bax, bu hissə ki var, bu da kursoru idarə edən gedir. Kursor nədir? Kursor mausun oxudur. Kursoru idarə edən düymələrdir. Kursoru, yəni mausun oxunu yuxarı aparır, aşağı gətirir, sağa, sola aparır. Deməli, bu enter düyməsidir. Enter daxil edir. Həm də bir səhifə kursoru aşağı endirmə funksiyası var. Backspace, bunlar haqqında danışacağım birazdan. Word proqramda da deyəcək bunu. Backspace sol istiqamətdə silir. Bax, qarışdırma. Backspace sol istiqamətdə silir. Bir də var, delete düyməsi var. Delete düyməsi də sağa silir. Burada olmayan bəzi vacib düymələr də var, onlar haqqında danışacağım. Klaviatura üzərində ən böyük düymə hansıdır sualını əgər sizə versələr, desələr ki, klaviatura üzərində yerləşən bu düymələr içərisində ən böyükdür həcmcə. Onda nədir cavabın? Onda budur. Deməli, spacebar. Spacebar. Bax, bu düymə ən böyük düymədir. Sonra bu düyməmiz kontrol düyməsi. Bu shift-i, üzr istəyirəm. Bu da kontrol düyməsidir. Kontrol və shift funksiyanı dəyişdirici düymələrdir. Yəni funksiyanı dəyişir. Bax, bu düyməmizin adı tab düyməsidir. Abzas verir. Bunlara yəni şəkildə mən bunlara ardıcıl bir video çəkib sizə atacağım. Hansı düymə hansı funksiyanı icra edirsə. Sonra baxın görün buradan sizə vacib düymələr. Bu köhnə versiya kompüterə aiddir bu klaviatura. Yeninin üstündən də çəkib atarıq. Bax, bu da start menünü açır. Start menü düyməsidir. Ondan sonra bəzi düymələr də var. Aşağıda qeyd eləmişəm. Onlar haqqında danışaq. İmtahana düşən sual. Home düyməsi. Home düyməsi birinci imtahanda 2025-ci ildə istifadə olunmuşdu. Kursoru sətrin əvvəlinə gətirir. Bax, tutarım ki, yazıram ki, Məmmədov Əlövsədoğlu. Bilmirəm kimdir. Əlövsədoğlu. Yazdım bunu. Kursoru da qoydum bax bura. Kursorumuzun qoy rəngini gedək dəyişək, qarışdırmayaq. Kursor yəni mausun oxudur. Mausun oxunu gətirdim, dayandırdım. Bax burada. Gedib mən home düyməsini bassam, bu sətir sayılır da. Bu kursorun oxu gəlib dayanacaq burada. Yəni sətrin əvvəlində. Deməli, bizim home düyməmiz nə iş görür? Sətrin əvvəlinə kursoru keçirir. End bunun əksinə. End kursoru sətrin sonuna keçirir. Page nədir? Səhifə. Up nədir? Yuxarı. Ekranı, kursoru bir səhifə yuxarı qaldırır. Page down. Enter, delete, backspace. Bu da kursoru idarə edən düymələrdir. Bunlar haqqında da danışdım.
Sonra bəzi düymələr var. Caps Lock düyməsi var. Caps Lock-u yəqin ki görmüş olarsınız. Caps Lock böyük hərfə keçid düyməsidir. Yəni böyük rejimdə yazmağa xidmət edən bir düymədir. Sonra backspace-i dedik, delete-ni dedik. Çox vacib bir düymə var burada. Insert düyməsi, hansı ki 2024-cü ildə qəbul sualı olubdur. Bu sual sırf bu insert sualı. Baxın yoldaşlar. Tutalım ki, mən buraya yazmışam Seyhun sözünü. Düzdür? İstəyirəm ki, Seyhun sözünü silmədən bu sözü Rzayev sözü ilə əvəz edeyim. Bax, silmədən, silmək üçün nə lazımdır bizə? Backspace delete. Bunu silmədən başqa bir sözlə əvəz eləmək üçün mənə lazımdır bir dənə düymə. Buna da deyirlər insert. Yəni, simvolu, hərfləri silmədən insert-ı aktiv eləmişəmsə, bu çox kompüterdə yoxdur. Yeni kompüterlərdə var bu düymə. Hər hansı bir sözü seçib insert düyməsi basılı halda gətirib o sözü oraya yazsam, vəssalam, bu söz silinmədən bir-bir hərflər dəyişib olacaq. Tutalım, Rzayev sözündən əvəz olunacaq. Və bu rejimə də deyirlər overtype əvəz olunma rejimi. Numlock. Numlock-u görmüş olarsınız. Numlock klaviaturanın rəqəm hissəsinə yerləşir və özünün xüsusi üstünə bir işığı olur. Bu, əgər yanırsa, rəqəm klaviaturanı işlətmək, istifadə etmək olar. Yox, yanmırsa, o klaviatura hissəsi işləməyəcək. Print screen. Print screen. Screen nədir? Screenshot sözünü eşidirsiniz. Ekranın şəklini çəkmək üçün istifadə olunan düymədir. Tab abzas verir, Ctrl təyinat dəyişir, Shift də seçir. Harda seçmək sözü gördünüzsə, mütləq orada 99,9% Shift var. 0,1% nəsə ola bilər. Və yoldaşlar, monitora qədər birinci hissəmiz, ikinci hissəmizdə görüşərik. Özünüzdə əmanət olun.